Erməni demişlər, xəbəriniz var da, ermənilərə qaz, neft, nöyüt, hər şey göndərirlər. Məlumatlar yayılıb ki, Ermənistanda benzinin qiyməti aşağı düşübdü. Məhz Azərbaycandan gedəndən sonra benzinin qiyməti. Biz Ermənistana qaz göndəririk, qaz satırıq bunların dediyi ilə, bunların məntiqi ilə. Qaz satırıq, neft satırıq, benzin satırıq. Orada benzin düşür aşağı, amma benzin, neft, qaz özümüzdədir, bizdə qalxır. Dəlixana deyə, bu siyasət deyil ki. Bu ölkə idarə eləmək deyil ki. Bunu gelip kime desen adama, bunu gelip Almanda bir hökumət işçisinə desen ki, sən mənə qaz satırsan, məndə ucuzdur, səndə bahadır. Necə olur ki bu? Gülərlər ya adama. Bunun adı siyasət deyil ki bu. Bu düşmənçilikdir. Bu xalqı zəlil günə qoymaqdır, bu xalqın cibinə girməkdir. İnsanlar görünə vəziyyətə gəlib çıxıbsa, da artıq yemək, içmək yaddan çıxıb. Ancaq qaz, ışıq, hara komentariya girirsən insanlar yazır ki, qardaş, qazandığımızın 2/3 gedir qaza, ışığa, suya. Bu nədir belə? Su bizdə, qaz bizdə, ışıq bizdə. Bu nədir belə? Bu niyə bu qədər qalxmalıdır ki? Olmaz mı ki, misal üçün, biz neft ölkəsiyik, elektrikimiz, ışığımız, suyumuz, hər şeyimiz var. Olmaz mı ki, bu sərvətlərin bizdə ola, misal üçün, adam başına hər ay 100 kilovat, 200 kilovat ışıq. Misal üçün, sənin elektrikin var, ışığın var. Hər şeyin var axı sənin, ölkə olaraq, millət olaraq. Sərvətin var sənin. Sənə 100 kilovat, 200 kilovat hədiyə olunsun hər adam başına, bütün ailələrə. Qardaş, onun artığına pul ödəyərsən. Neftli hər ay bizdə çıxır da yerin altından çıxır. Qardaş, nətər olur ki, gedib kilsə tikdirirsiniz orada burada, məktəb tikdirirsiniz orada burada, Fransada, nə bilim digər ölkələrdə, Vatikan ölkələrində, nə bilim nə, hər yerdə. Hər yerə pul paylaşırsınız. Qardaş, neft qaz bizim deyil. Məntiqlə, qanunla bizə belə olmalıdır. Hər adam başına 100 litr neft, ayda 100 litr ala bilərsən. 100 litrdən artıq istifadə eləsən, gedib pulla alasın. O da ucuz. 3 qəpiyə, 5 qəpiyə belə olmalıdır. Yəni, bu bizdən çıxır. Biz satırıq Ermənistana, Ermənistanda benzin ucuzlaşır, bizdə bahalaşır. Ona söyləyəm olur ha bu. Bunlar kimdirlər belə? Bu, millətə düşmənçilikdir, yoxsa dostluqdur. Ermənini buraxırıq, azad edirik. Humanist davranlıq deyən adamların humanist hərəkətidir bizə qarşı. Cəmaat artıq da yeməyi, boğazını, qarnını qoyub kənara. Şikayətlərin 2/3-sinə baxsan, şikayət edənlərin. 2/3-sinə baxırsan, qaz, ışıq, su. Görün, ölkə nə günə qalıb. Gör, vətəndaş nə günə qalıbdırsa. Artıq dərdimiz qaz, ışıq olub. Böyük bir problemə çevrilib ölkədə. Allaha and olsun, məni izləyənlərin içində də var da sizdə. Böyük bir problemə çevrilib ki. Adamlar var ki, deyir, mən işləyirəm qardaş, ayda 600-700 manat maaş alıram. Ailəm var, 2 uşağım var. Ay qardaş deyir, qaza ayda deyir, mən 180-200 manat pul verirəm, deyir. Deyirəm, ola bilərmi ki, çox işlədirsən? Deyir, fərqin hər ki, düz deyir də. Çox işlədirsən, nəyi çox işlətmək? Bu, evində isinər ondan, pesini yandırar, yeməyini pişirər, qutardı getdi. Durbanı çıxardıb şöyle qaz açıb bıraxıb şöyle bıraxmır ki. Doğru mu? Ev isti qalmalıdır. Misal üçün, bu məndə burada atapleniya var evdə. O da pul yazır. İstəyir mən 2 gün, 3 gün çıxım gedim mən buradan, mən bağlamır. O isti qalır ev. Bu qalmalıdır da. Yəni adamlar, biz siz elə şərait yaranıb ki, insanlar qardaş qazı belə evində qorxa-qorxa yandırır. Adamlar deyir, 170-180 manat ayda qaza pul verirəm. Qardaş gene də deyir, yəni ekonomiya eləyə ha hələ. Bol yandıra yox. Ekonomiya eləyə adamlar 180 manat, 170 manat, 160 manat qaza pul verir. O bir ailə, Qur'an olsun Almaniyada belə bir şey yoxdur. Bir ailənin maksimum ayda atapleniyasıdır, istilikdir, sonra isti sudur, soyuq sudur. Bununla bir yerdə elektrik ayrıdır. Bununla bir yerdə qardaş maksimum ailə
150 euro verər maksimum. Geninə boluna işlət. And olsun Allah, geninə bolla. İlin axırı hesablanır. Ola bilər çox işlədirsən, 200-300 eurodur, onu da verərsən. Gedib danışırsan, ayda 20 euro, 30 euro verirsən. Yəni dövlət sənlə işləyir. Səni işıqsız, qazsız qoymur. Bax ha, sən ayda bilirsən ki 100 euro, mən məsəl üçün burada 70 euro verirəm mən. Təkəm 70 euro. Axşama kimi gecə gündüz açıqdır. Evin atapiliyası hamısı. İlin axırı hesablanır qardaş. Artıq işlətmişəmsə mən verəcəm onu. O da problem deyil. 20 euro, 10 euro, 30 euro, 50 euro danışırsan, imza atırsan, ver geçsin. Heç bir problem, dövlət sənlə işləyir. Sənlə. Sənə imkan vermir ki, sən qazsız, atapiliyasız, nə bilim, işıqsız qalasan. Sənə imkan vermir. İşıq da onun kimidir. Ayda 50 euro verirəm mən işığa burada. İlin axırı hesablanır. Artıq işlətmişəmsə pulunu alacaqlar. Az işlətmişəmsə yerinədir, çox göndərmişəmsə, işığı az işlətmişəmsə ekonomiya ilə. Onu geri göndərirlər. Nə şiş yanır, nə kebab. Dövlət sənlə işləyir. Dövlət belə olur. İdarəçilik belə olur. Bu Almaniyada dövlət belə idarə edir.